Rus dilində necə deyərsiniz ki, mən getdim uşağı yatızdırmağa? Я пошел, əgər artalardırsa, я пошел уложить ребенка. Əgər anadırsa, я пошла уложить ребенка. Mən getdim uşağı yatızdırmağa. Əziz valideynlər, ən əsası da gözəl analar. Balaca uşağınız olanda daha çox aşağı düşürsünüz, ondan gəzirsiniz. Rus dilli insanlar var. Mağazaya gedirsiniz, apteka gedirsiniz, həkim yanına gedirsiniz. Və niyə də ondan bundan asılı olasınız? Niyə özünüz öz dərdinizə dərman olmayasınız? Onun üçün sadəcə ikinci kitabımı əldə edin. Hər gün 10-15 dəqiqə vaxt ayırın. İnsan istəyəndə hər şey vaxt tapır. Və sərbəst öz işinizi özünüz görün. Və buna görə də balaca bir qələbələrinizin baxıb daha çox motivasiyanız olsun. Əldə edin, rahat rus dilində danışın. Garantiya 100%.